Uşaqlar, başladıq. Deməli, bizim bugünlərin bir neçə anlayışımız olacaqdır ki, onlardan birincisi də, bəlkə də riyaziyyatda eşitmişsiniz ya yox, palindrom ədədlərdir. İlk öncə olaraq palindrom nə deməkdir? Palindrom söz də ola bilər, palindrom cümlə də ola bilər, hətta palindrom ədəd də ola bilər. Ki, palindrom tərsini ilə düzünün oxunuşu eyni olan söz, cümlə və yaxud da ədədə deyilir. Tərsi ilə düzü eyni olsun. Bir-iki misal qoymuşam burada başa düşmək üçün. Palindrom sözlər. Mum, belə də hər iki söz oxuyur. Sus, yenə tərsi ilə düzü eyni oxunuşdur. Kiçik də eyni şəkildə. Palindrom cümlə, bizə tut əzib. Tərsini oxuyun, bizə tut əzib. Bu anlayışı biz uşaq vaxtı çox işlədirdik ki, ey Babək, amma Babək, yəni kebab demirdik, kebab deyirdik. Ey Babək, kebab ye. Bax, indi bu cümləni tərsini eləyin, amma biz heç onu da bilmirdik ki, palindromdurmu, bu niyə deyirik? Əslində elə palindrom cümləymiş ki, yazıb, belə şifahi əgər başa düşmürsünüzsə, görə bilərsiniz ki, həqiqətən o palindromuymuş. Yəni, deməyim odur ki, söz də palindrom ola bilir, cümlə də palindrom ola bilir, bu cür ədədlər də palindrom ola bilir. 2 rəqəmli ədəd də palindrom ola bilər, 3-də, 4-də, 5-də və s. Bəs yaxşı, biz onda bu günlərin palindrom ədədin yazılması üçün bir neçə üsula baxırıq ki, o üsulları mən burada 3-ünü də qoymuşam. Amma sadəcə olaraq mən bu üsulları elə belə sizə təklif üçün qoymuşam. Amma ümumilikdə gəlin baxaq görək, biz necə yarada bilərik? Ən sadəsini sizə deyirəm. Təbii ki, ehtiyac yoxdur 3-ünü də bilməyə, 3-ünü də yazmağa. Sənin üçün hansı asandır, onunla da gedə bilərsən. Birinci üsulumuz gördüyünüz kimi ən sadə olandır. Digər 2 üsul, artıq biz defi keçmişik, funksiyadır. Funksiya ilə yazılmasıdır. Birinci üsulu gəlin təhlil edin. Ya da mən istəmirəm uşaqlar, yəni birinci üsul burada sırf hazır üstündə deyim. Bəzi uşaqların da fikirləşməyə, belə deyək, biraz zamanı olsun deyə istəmirəm hazırın üzərini şablon kimi eləyək. O qalsın sizə. Mən həmişə keçən səfər də sizə alqoritmlərin yazılmasında nə demişdim? Birinci biz bunun riyazi həllini eləyirik. İkinci olaraq bunun alqoritmini düşünürük, sonra Python. Amma bu günlərim alqoritmini yazmırıq bu dediklərinin. Birbaşa olaraq sadəcə Python proqramlaşdırma dilində yazarıq. Amma yenə də bizim Pythonda yazmağımız üçün bu ədədləri riyazi olaraq düşünməyimiz lazımdır. Deməli, biz buna nə dedik? Palindrom ədədlər. Palindrom ədəd olaraq, məsəl üçün, ədəd üzərindən denən, cümlə üzərindən denən fərqi yoxdur. Sən birinci bilməlisən ki, bunun riyazi qaydasına əsasən, sənin birinci daxil ediləcək bir ədədin, sətrin nəsə daxil olmalıdır. Deməli, daxil edilən bir dəyərin olmalıdır. Daxil edilən dəyərin. Ki, biz bilirik ki, bunu biz hər hansı bir dəyişən formasında daxil etməliyik. Və sonra biz bu, məsəl üçün, x-ə özümüzdən ədəd veririk, riyazi olaraq başa düşmək üçün. Məsəl üçün, 178. Mən ədədin palindrom olub-olmadığını bilmək üçün bu ədədi neynəməliyəm? Tərsinə düzməliyəm. 8, 7, 1 deyə. Deməli, bizə burada lazım olan ən vacib ədədi tərsinə düzməkdir. Ki, bunu düzmək. Bunun üçün mən sizə 2 üsul deyəcəm. Hansı xoşdursa ondan istifadə edəcəksiniz. Tərsinə düzəldəndən sonra. Amma məndən nə lazımdır? Müqayisə. Yenə bunu riyazi olaraq düşünürəm. Müqayisə edəcəyimə görə mənim bu alqoritmimdə şərt operatorda istifadə olmalıdır. O zaman gəlin baxaq görək. Bizim burada alqoritmimizin ümumi gövdəsi nədir? Bəli, dövrü alqoritmidir. Niyə bəs? Çünki biz burada ədədin hər bir rəqəminə müraciət edərək bunu tərsinə düzməliyik. Dövrdür, dövrün içində isə var, içində isə şərt, yəni if şərt operatoru mövcuddur. O zaman gəlin baxaq. Bunu Python'da Şimdi buna baxın, biz bunun 2 cür proqramını yazırıq. Birinci proqram bu cürdür aşağılar. Əgər sizə deyirsə, klaviaturadan daxil olunan ədədin palindrom olub-olmadığını yoxlayın. Ədəd dediyinə görə
Həmin x-ə mənimsədəcəyiniz funksiya int input olmalıdır. Mən burada məsəl üçün uşaqlara məsləhət görürəm. Proqram yazdıqca kənarında özünə x-ə bir ədəd verir. Məsəl üçün 254 daxil etmişsən, tutaq ki. Birinci üsulumuz bundan ibarətdir. Yəni bu üsulla yazıram, diqqətiniz burada olsun. Mən yəni while operatorundan yazışan birinci üsulumuzu. S-in qiymətinə daxil edilən 0. Və belə bir iş görürəm ki, x-i dövrdə dəyişəcəm deyə başqa bir dəyişənə əvvəlcədən x-i mənimsədirəm. Və başa düşürəm ki, artıq burada da y x-ə sahib olacaqsa, y-in də qiyməti 254-ə malik olacaqdır. Niyə S-ə 0 yazdım? Bunu deyəcəm aşağıdan. Nə üçün lazımdır? Ədədi tərs formada yığmaq üçün. Biz keçən səfər sizlə danışmışdıq ki, while dövr operatoru vasitəsilə ədədi rəqəmlərinə ayıra bilərik. Bu zaman while dövr operatorunu yazdıqdan sonra x-in 0-dan böyük olduğu müqayisəsini aparırım. X 0-a bərabər olanda demək olar ki, dövrümü dayandıracağım. Ədədin hər bir rəqəmini alan hansı komandaydı? Özümdən bir R dəyişəninə, rəqəm olaraq R dəyişəninə ədədimin ona qalıqlı bölməsini verirəm. Mən ədəbə DS işarəsini yazanda bu proqramçının özünə verdiyi şərtdir. Yazıram ki, proqram kodundan qarışdırmayın. Yəni siz imtahanda onu yazmayacaqsınız o DS-ləri. Mən sizə başa salmaq üçün yazıram. O zaman bir fikirləşin görək. 254 böyükdür 0-dan girəsi olsam, R-in qiyməti birinci nə olacaqdır? 4. Və eyni şəkildə siz həmin o 4-dən istifadə etmişsiniz deyə x bərabərdir, x tam bölünmə 10-lu o rəqəmi atacaqsınız. 254-ü 10-a tam böləndə mən alacağım 25. Artıq S gəlir burada tərsinə yığmaq üçün belə bir ifadə yazmışıq. Bununla siz rastlaşmışsınız. S bərabərdir, S üstəgələ 10 və üstəgələ R. İminlə bu yazılır. S-in hər dəfə ona vurulub üstünə yeni rəqəmin gəlməsi ədədi tərsinə çevirir. Misal kimi həll edib baxacaq. Bununla bizim işimiz bitdi. Bəli. Biz bunu müzakirə eləmişik. Çünki biz ədədin hər bir rəqəminə müraciət etmişik. Necə? Bəli də, rəqəmini alım ki, həmin rəqəmi gətirim başa qoyum, tərsini edeyim. 4-ü başa qoyum və 454 kimi çevirməyim lazımdır. Şimdi baxın, artıq dövrdən çıxanda, while-la eyni səviyyədə nə dedik? Dövrün içində, biz burada dövrün içində şərt yazmışıq uşaqlar, içində deyil. Dövrdən kənarda biz şərt qurmalıyıq. Şərt operatoru if-dirsə də nəylə nəyi müqayisə eləməliyik? X-in əvvəlki versiyasından bunun tərsinə çölmüşük. Burada ayrı ədəd vermişəm, bu ədəddir. X-in əvvəlki versiyasını kimə mənimsətmişdik? Y-ə. Niyə? Çünki bu dövrün sonunda sənin X-in 0-a bərabər olacaqdır. Amma mən Y bərabər X deyərək sanki X-i qorumuşam. Və Y bərabərdirmi? Tərsinə versiyasını kim daşıyır özündə? S. 2 nöqtəni qoyuram şərt operatoruna mütləqdir. Nə çıxsın ekrana? Ya yazmalısan sözlə print hə, ya da ki, palindrom ədəddir. Mən də eləcə qısacası yazıram, hə çıxsın ekrana. Bəs else forumunda nə yazmalısan? Fərqli bir ədəd alıramsa, deməli ekrana palindrom deyil və yaxud da qısacası yox sözü çıxa bilər. Mən bunu bir dəfə icra edirəm, ispat edirəm. Görək ki, həqiqətən düz işləyir. Həlli, hər dəfə bunu screen edirsiniz. Baxın, x-ə verdim 254. Y 254-ə sahib oldu mənimsəməklə. Dövrü eləyirəm, birinci səbəb dövrə gedirəm. 254 böyükdür 0-dan. Deyirəm ki, bəli. R-in qiyməti 254-ün ona qalıqlı bölməsi 4 alır. Və x-in isə 254-ün ona tam bölünməsi 0-ın sayı qədər ədəd atıram 25. Gördünüz? Bu rəqəmi alır, bu isə həmin rəqəmi atır. S-in qiymətini ona vuranda ilk qiyməti 0-sə 0, 0-sə R gələndə 4. Bir də dövrə girirəm. İkinci səfər 25-dən girirəm. 25 bölü 0-dan bəli. 25-i ona qalıqlı böləndə 5. X-i almaq üçün 25-i ona tam böləndə 2. S-in qiyməti isə 4-dür. 4-ü ona vuranda 40, üstünə 5 gələndə 5. Bir daha dövrə 2-dən girirəm. 2 bölü 0-dan bəli. Üçüncü səfər dövrə girirəm. R bərabərdir
2-ni qalıqlı bölməklə 10-a böləndə özünə bərabər edir. 2-ni tam bölməklə 10-a böləndə 0-a bərabər edir. S-in qiyməti isə 45. 45-i 10-a vuranda 450. Üstünə gələndə L-in qiyməti eləyir 452. Mən artıq bundan dövrə girmirəm, çıxıram. Çıxanda gördünüz uşaqlar, S 254-ün tərsinəsini aldım. 254-ün tərsinəsi 452. Artıq burada yoxlayıram. Y, yəni 254. Gördünüz, X burada pozuldu dövrün içində. Ona görə bərbaşdan Y-ə mənim sərmişdim. 254 bərabərdirmi? S-in qiyməti 452-yə yox deyəcəyinizə görə print nə çıxır uşaqlar? Yox. Çünki bu ədəd bəli, mən görürdüm ki, palindrom deyil. Bu oldu birinci üsulumuz. Zəhmət olmasa ekranı screen eləyin, hərə öz qrupuna açsın. Keçirəm digər üsuluma. For dövrü vasitəsilə. Kimə hansı asan gələcəksə onu eləyəcəkdir. Mən artıq keçdim. Yenə də palindroma müraciət edirik. Başında palindrom yazıntı gedir. Bu səfər tutaq ki, mənə deyir ki, uşaqlar, klaviaturadan daxil, bayaq nə demişdik? Klaviaturadan daxil olunan ədədin palindrom olub olmadığını. Bu səfər mənə deyir ki, klaviaturadan daxil edilən sətrin və yaxud da cümlənin palindrom olub olmadığını. Baxın, inputumuzu verdik. Bundan sonra bunu funksiyaya necə çevirə bilərəm, uşaqlar, onu da yazacağam. Gəlin, ümumiyyətcə belə eləyək də. Bircə dəqiqə, mən hələlik geri qaydım. Bax, elə bunun özünü necə funksiyaya çevirə bilərəm, tez onu sizə verim. Bir dəqiqə. Bax, bunu necə funksiyaya çevirə bilərəm, yəni defə çevirə bilərəm. Onu da funksiyaya tez yazaq. Deməli, bunun nə versiyasını biz yazırıq? Aha, def versiyasını yazırıq. Funksiya. Yəni, def kimi necə yazırıq? Baxın, aşağıda def kimi yazmaq üçün çox sadə bir-iki dənə toxunuşa ehtiyac var. Mən ən başda funksiyamızı təyin edirəm. Necə yazırıq? Birinci def, elə imtahanı deyək ki, palindrom yazırsansa, istənilən adı verə bilərsən, ha? Amma özün üçün maraqlıdırsa da, defdən sonra palindromu hesablayacağına görə elə buna palindrom adı da ver. Açılan bağlanan mötərizə içərisində sən eyni zamanda neçə ədədin palindrom olub olmadığını yoxlaya bilirsən, bir ədədin. Ona görə sən, yəni bax görürsən, mən aldığımda bir dənə x-lə işləyirəm. Bir dənə input onu vermişəm. Palindrom x yazacaqsan. 2 nöqtə qoymaq o deməkdir ki, defin tərkibi aşağıda 4 boşluq qədər təyin olunur. Gördünüz aşağılar. Burada x inputu hələ vermirəm. İndi bura diqqətlə baxın. Burada verilən dəyişənlərin nədir? S-in qiyməti. Onun hamısını funksiyanın içində yazacaqsan. S-in qiymətinə 0 verirsən, Y-ə girən kimi x-i mənimsətsən, köçürürəm bura. Sürüşdürmələrə diqqət edir sadəcə olaraq. While bu S-lərlə eyni səviyyədə yazılır. X böyükdür 0-dan 2 nöqtəmizi qoyduq. Proqramı bir sözlə olduğu kimi köçürdük bura. X də bərabərdir, X-i tanıyorduk ona, S də bərabərdir, S vaxtın, üstə gələk R. Şimdi buna baxın aşağılar, while-ın eyni səviyyədə olan, if-i də köçürən olduğu kimi, sən dövrdən çıxanda Y-in S-ə bərabər olduğunu yoxlamalısan, 2 nöqtə və aşağıda yenə də ekrana çıxsın print və else qolunda isə çıxsın print yox. İndi davam edirik hələ, yəni bitməyibdir. İndi bir dənə məsələ var ki, mənə deyir ki, məsələn, sən başda palindrom x dedin və sənin funksiyan harada çağırılır aşağılar? Funksiya deflə eyni səviyyədə aşağıda çağırılır. Amma sən x-in yerində nə qoymalısan? Faktiki bir dəyər. Bunun üçün x-i haradan daxil edirsən? X bərabərdir input. Həmin x burada yazılır. X bərabərdir int input olaraq qeyd olunur və sən o funksiyaya müraciət etməlisən. Orada təyin etmirsən defdən sonra. Müraciət etməyini hər hansı bir dəyişənə mənimsə x bərabərdir, k bərabərdir, pardon. K bərabərdir palindrom və palindromun içində nə yazıram? X. Yəni, bax, sənin klaviaturadan daxil olması bu x-ini faktiki dəyər kimi bu x-in yerində qoyacaqsan. Fərqli dəyişən də götürə bilərsən burada. Amma mən elə belə də yazıram. Uşaqlar,
Sən bura tutaq ki, deyirəm, bu x-ə qoyacaqsansa 121, bu 121 oturacaq paks 2 dəyər kimi bunun palindromun içində və sən gedəcəksən buradaca 121 qoyub hesablamağa. Eyni şey olacaq. Və sən bircə dənə burada print k yazmaqla bu funksiyanın dəyərini çıxartmış olacaqsan. Hə, ya da yox. Hə, bir dənə nəyimizə siyahı uşaqlar? Ona fikir vermədik. Hal-hazırda mənim yazdığım funksiyadırmı, yoxsa prosedurdumu? Prosedurdur. Nəyimə istəyir uşaqlar? Return'üm. Ay, sağ ol. Return'ü görürsünüz while, if və else-nə. Biz burada düşəcək eybi yoxdur. Düz else-in altında return nə qoymalıyam? Amma bir dənə məsələ var. Hə, else-in altında qoymayaq uşaqlar. Çünki mənim çapım hardadır? If-in hər birdə yox qolundadır. Aydındır. Bunu ben düzəldim. İlk bərabərlik input. Aha. Print əvəzində hə yox qollarında nə yazacağım? Return hə, return yox. Aydındır. Bu qədər sadə. Return. Bakın. Return. Burada da. Return. Süraşıqlı. Bu kadar sade. Çevirdik yazdığımızı nəyə? Funksiyaya. Zəhmət olmasa screen eləyim bunu da tez. Screen elədiniz yəqin ki, keçdik ikinci. Nətər qədənəm? Burada nə yazmasam? Yox. Yox qədənəm. Qiymət qaytarmayacaqdır. Və inan ki, bir dənə returnə görə sənin balını kəsəcəkdir. Bilirsən niyə? Sən burada kimi çap edirsən ən axırda ayvalik? K-nı. K-ya da burada return olmasa non qiyməti çıxacaqdır. Sən print K-ları... Hə, bəli. Yox. Yox qadanam, götürməyəcək. Çünki səndən funksiya tələb edir. Funksiya isə returnlə bir yerdə olur. Olmayanda prosedur kimi qəbul edəcəkdir. Konkret qəbul edilməyəcək. Yaxşı. Elə bir şey deyil. Sonra keçdik uşaqlar, bunun for vasitəsilə yazılmalıdır. Bu səfər indi mənə nə deyir? Klaviaturadan daxil olunan sətrin. Biz də bilirik ki, klaviaturadan daxil olunan sətir input vasitəsilə olmur. Sadəcə input qeyd edirəm. Məsəlcə, burada özümə sətir yazıram. Bu səfər söz olsun uşaqlar. Bayaqki sözlərdən birini istifadə edəcəm. Mum sözü. Bunu tərsinə çevirməyə lazımdır. İndi görün nə edəcəm. Baxıb, gəlirəm. Bir dənə isə boş sətir verəcəm. Boş sətir o deməkdir ki, içində heç boşluq da yoxdur, heç nə yoxdur. Həmin o S boş sətri tərsinə düzməyə kömək edəcəkdir. Biz for dövründən istifadə edəcəyik. For dövründə for, in, x yazıram. Biz bilirik ki, forda rengsiz olaraq i-yə mənimsədəcəyimiz qiymət əgər bir sətirdirsə də, o zaman sətrin bütün elementlərini bir-bir alır. I bərabərdir, dırnaqda m. I bərabərdir, sonra dırnaqda u, yəni 1-1 və dırnaqda m-ə bərabər olur. Dövrə ciddən cəmi 3 dəfə girəcək. Yenə 2 nöqtənin rolu nədir? Forun altındakı əmri 4 boşluq qədər sağdan yazmağımız istəyir. İndi diqqətli olun. Əsas məqam buradadır. Mən necə eləyim ki, i-nin aldığı qiymətləri tərsinə çevirim aşağılar. Baxın, s bərabərdir. S üstə gələk. I yazsaz işləməyəcəkdir bu. I üstə gələk. S yazmalısınız. Və görün nə olacaqdır. Və bunu yazdıqdan sonra bütün aşağılar çıxırsınız. Yenə şərt operatorla yoxlamağınız lazımdır. Sizin x-iniz dəyişilməyib də əvvəlki kimidir. X bərabərdir. S sizin tərsinizə çördüyünüz versiyadır. Yenə də burada nə yazacaqsınız? Print hə çıxacaqdır. Birdən də olacaq S qolunda print yox. İndi tez gedək mən bunu sizə misal kimi həll edeyim. Bunu siz mənasını başa düşün. Sonra baxın. X-ə nə daxil edəlim? Getdim. S-in qiyməti nə oldu? For sətir. For i in x nə? I nəyə alacaqdır? M, U, M. Birinci i-nin M qiymətindən düşdüm dövrə. S-in qiymətinə baxıb, i üstə gələk S deyəndə. M-in üstünə boş sətir gəlirəm. Eləyir M. Sonrasına baxıb, i-yə verirəm növbəti qiymət. Onu artıq istifadə elədim. U-nu verirəm. U. S bərabərdir. Gördünüz uşaqlar, nə baş verir? U-nun üstünə M gəlirəm. I-nin üstünə S gələndə U-nun üstünə gəlirəm M-imiz.
Siz fikir verdiniz, mən tərsinə çördüm. Prosta söz tərsi ilə düzü eynidir deyə bəlkə çoxunu hiss eləməyə bilərsiniz. Amma gördünüzmü ki, biz nə aldıq? Deməli, burada yox, deyəm. Biz burada səhv getdik. Pardon. Biz burada səhv getdik. Çünki alınmadı burada tərsinəsi. Burada naboru elə olduğu kimi düzür. Yəni, ardıcıl şəkildə düzəcək və tərsinə keçirməyən müvəffəq olmayacaq. Naboru S üstə gələk i yazıram. İndi nə olacaqdır? Mu. Bir dənəsini görürsünüz yerini səhv yazmaqla nəyə gedib çıxırıq? Artıq mən burada yazsam ki, S bərabərdir S üstə gələk i. S bərabərdir. S-in dəyəri M-dir, bunun dəyəri isə U-dur. M üstə U gələndə nə oldu? Mu-dur. Görürsünüz, belə oxumağa çalışıram bu cəhətdən. Bunu verəndən sonra i-nin axırıncı qiymətindən gedirəm M-lə. S-in qiyməti olacaqdır nə? Bu mu-nun üstünə, mu gələndə beləsinə sayıram sanki. Oldu mu? İndi burada mən palindrom olmayan bir söz versəydim, siz onu daha çox hiss eləyəcəydiniz. Mesela bu dəqiqə S-in tərsinə çölmədiyini hiss eləyə bilmədiniz. Amma siz elə bir şey verin ki, bunu misal kimi həll eləyəndə orada görəsiniz. O zaman mən bura yazıram həlli və çıxanda da görün eləyir aşağılar. S bunun tərsini yoxlayıram. X, yəni elə mu. Bərabərdirmi muma? Bəli, soruşa bilərsiniz ki, ədədlərin bərabərliyi kimi sətirlərində mi bərabərliyi yoxlanır? 100%. O zaman nə çıxacaqdır ekrana? Hə, yəni palindrom sözdür. Skrin eləyin, zəhmət olmasa sağ tərəfi silim. Tez bunun da funksiyasını yazın. Hə, çevirdi. Niyə? Uşaqlar, deyən görüm, bax, birinci mığını götürdü, düzdür. Yenə elə oldu. Onda biz özümüzü şaşdırdıq, bayaq düz yazmışdıq. Deyənin görək, yəqin bunlar qarışdı bir-birinə şey olmadığına görə. Məsələn, onda gəlin götürək ay sözünü də. Ay sözü nə olacaqdır deyir. Və ya qoymuşduq i üstə gələk S. Onda mən özümü çaşdırdım, baxaq. Onda bu səfər i-nin qiymətləri ay sözündə olacaq a-nı, bir də y-nı. A qiymətini götürəndə S-in qiyməti olacaq a-nın üstə post sətir a. Sonra y qiymətini götürəndə isə S-in qiyməti olacaqdır. I-nin üstünə deyəndə i-nin qiyməti y-dır. Y-nin üstə gələndə ya. Hə, düzdür qədər, düzdür. Belə düzdür. Mən prosta söz eynidir deyə orada özümü çaşdırdım. Yəni yaya çevirdik. Uşaqlar, bu komandanın zəhmət olmasa skrin eləyim və yaxtını silin. Bu komanda düzdür. Birinci yeni dəyərin üstünə mövcud S-i gələndə tərsinə çevirir. Bunu skrin elədik sağ tərəfini. Sağ tərəfi silirəm və tez bunu çevirək funksiyasını tez yazaq. Mən indi bir-iki dənəsində belə funksiyasını yazacağım. Əsas məqsədim funksiyanın yazılmasını bir tutturur. Çünki imtahanda funksiya tələb elədirsə, adi proqram yazısı səhvdir. Yenə deflə funksiyama elə eyni adı verirəm. Ya da bu səbəb palindrom vermirəm. Göstərmək istəyirəm ki, funksiyanın adı bir dənə hərf də ola bilər. B-ni yazdıqdan sonra dəyişənləri də birazcık fərqli verəcəm inşallah. Dəyişənlər A yazıram, 2 nöqtəmi qoydum. Baxın, bundan başqa nə görürsünüzsə, bax bunun içində hamısı daşınır ara defin içinə. Sadəcə 4 boşluq qədər sağda yazılır. S-in qiyməti nə olacaq? Boş dırnaq. Düz S-in altında for in x. Baxın, in x yazmayacaq, in a yazacaq. Çünki bizim palindromda istifadə olunmuş, funksiyada istifadə olunmuş formal parametrimiz a-dır. Sonra dövrün aşağısında nə baş verir? S bərabərdir, i üstə gələk S yazıram və artıq fordan çıxandan sonra ifin qabağında A-nın köhnə versiyası ilə öz versiyası ilə tərsinə çölünüşü S-i müqayisə edirəm. Bu səfər artıq print əvəzinə ekrana qiymət qaytaran funksiya returnun qabağında hə yazacaq və else qolunda isə returnun qabağında yox yazacaq. Və funksiya təyin elədik biz hal-hazırda. Funksiyanı çağırmağa ehtiyac var. Funksiyanı çağırmaq üçün mən x bərabərdir input dəyərini burada verirəm. Deyəcəyik, aşağıdan qiyməti götürüb sonra gedirik. X bərabərdir input verdikdən sonra artıq bir k dəyərində funksiyanı çağırıram və x faktiki parametrini qoyuram.
Gördünüz uşaqlar, x nəyin yerində oturub? A-nın yerində. X-ə nə daxil edəcəksinizsə, gedib orada yerinə qoyub hesablayacaqsınız. Все. Bir dənə də burada print k deməklə funksiyanı həll etmiş oluruz. Buyurun, skan eləyin test. Palindrom bitdi. Palindromun mənim orada təklif etdiyim digər üsullarını kim araşdırıcıdırsa da mən hər uşağa eyni yanaşa bilmərəm. Buyursun, onu özü baxsın digər üsullara. Getdik uşaqlar, Armstrong ədədinin nə olduğuna baxaq. Armstrong ədəd nədən ibarətdir? Bunun üzərində izah edeyim. Deməli, hər hansı bir ədəd, 3 rəqəmli ədəddə Armstrong ola bilər, 4 də, 5 də və s. Rəqəmlərin qüvvətlərinin cəmi, yəni n-ci qüvvətlərinin cəmi ədədin özünə bərabər olarsa, bu ədədə n rəqəmli Armstrong deyilir. N-in yerində 3 qoyuram. Məsəl üçün, 3 rəqəmli ədəd necə Armstrong ola bilər? Ədədin rəqəmlərini onların sayı qədər qüvvətə yüksəldir. 3 rəqəmli ədəddir deyə 1-in kubu, 5-in kubu, 3-in kubu cəmləyin. Alınan, hesablanan cəm yenidən 153-dürsə bu Armstrongdur. Həqiqətən də 153 Armstrongdur, yoxlaya bilərsiniz. 1634 necə Armstrong olduğu yoxlanıla bilər. Ədədin rəqəmləri sayı qədər qüvvətə yüksəldir. 4 rəqəmli deyə 1-in üstü 4, 6-ın üstü 4, 2-in üstü 4, 4-ün üstü 4 və cəmlənir. Yenə bu cəm eləyir 1634. 1600 də Armstrong ədəddir və s. 5 rəqəmli bu ədədimiz də Armstrong ədəddir. İndi qarşıya bir məsələ çıxır ki, biz bunu necə yazmalıyıq? Yenə biz bunu Python'da təbii ki, istifadə edəcək while və for operatorundan. Bu səfər mən funksiyasını yazmayacağım, sizə tapşırıq kimi verəcəm. Mənim yazdığım adi proqramı siz funksiya kimi yazıb dərsə gələndə gətirəcəksiniz. İlk öncə olaraq mən birinci bunun riyazi tərəfini düşünməyim lazımdır. Əgər mən riyazi olaraq imtahanda yadımdadırsa da Armstrong nə deməkdir? İstəyirsən 3 rəqəmli üzərində fikirləş, fərqi yoxdur. Amma kütləvilik xassəsini qoru. Məsəl üçün, mən imtahanda düşünürəm ki, tutaq ki, mənim ədədim nədir? 254. Bunun Armstrong olduğunu neyləməliyəm? Birinci. Bu ədədi neyləməliyəm? Rəqəmlərinə ayırmalıyam. Onda qarşında duran birinci məqsəd ədədi rəqəmlərinə ayır deməkdir. Sonra ikinci, bu ədədin rəqəmlərinin sayını tapmalıyam. Ədədin rəqəmlərinin sayını tap. Sayını tap. Əla. Sonra neyləməliyəm? Ədədin rəqəmlərinə ayırdımsa, sayını tapdımsa, rəqəmləri sayı qədər qüvvətə yüksəldib neyləməliyəm? Cəmləməliyəm. Mən ədədimin neçə rəqəmli olduğunu bilmirəm deyə bu prosesin amma dövrü olduğunu düşünürəm. Yəni, istifadə edəcəyim bu qədər və cəmləmə olan yerdə hər hansı bir dəyişənin ilk qiyməti olacaqdır 0. İlk öncə olaraq biz bunu gəlin yazaq for dövrü vasitəsilə. Sonradan while-la yazarıq. For dövrü vasitəsilə necə quraşam mən? Baxın, əsasən Armstrong ədəd deyə müraciət olunur, sətir yox. O zaman sizə belə müraciət olunacaqdır. Klaviaturadan daxil olunan ədədin. Aha, mən bildim ki, x bərabərdir nə yazmalıyam? int. Və özümdə kənarda elə o qeyd elədik 254-ü qeyd kimi götürürəm ki, məsəl üçün 254 eləmişəm. Mən artıq riyazi olaraq bir də onu düşünməliyəm ki, həmin S cəmləmə operatoru belə bir görüntü almalıdır. 2-nin kubu üstə gələk, 5-in kubu üstə gələk, 4-ün kubu. Mən bunu təmin etməliyəm. Və mənim əsas istəyim nədir? Ədədin rəqəmlərinin sayını tapmaq. Ədədin rəqəmlərinin sayını tapa bilərəm len funksiyası vasitəsilə. Amma xatırlayırıq ki, tam ədədlər uzunluğa malik deyildir. O zaman mən nə edə bilərəm? Baxın diqqətlə. Yazıram burada x-dən sonra y bərabərdir str x. Deməli, məqsədim nə oldu? Mən x-i dırnaq arasına saldım. Və mən görürəm ki, artıq y burada nə olubdur? Dırnaqda 254 olubdur. Əla. Sonra uzunluğunu tapmaqdan ötürü u dəyişəndə mənimsədirəm len y. Artıq bəlkə sətrin uzunluğunu ölçə bilərəm. Len y deyərəkdən bunun uzunluq 1-dən sayılır deyə 1, 2, 3 və mənim u dəyərim burada neçə oldu? 3. Gördünüz aşağılar. Mən ədədimin rəqəmlərinin sayını da tapdım. İndi artıq for dövrünə girə bilərəm, amma ki mənə lazımdır? Belə deyim sizə, bizim S-imizin 0 dəyəri bizə lazımdır. S bərabərdir 0.
Sonra for dövrünə daxil oluruq. For i. Mən buna sətir kimi müraciət edəcəm. Ona görə y-dən istifadə edəcəm. For i in y. Demişdik ki, for dövründə i parametrinə sətirlər vasitəsilə necə qiymət mənimsədirik? Həmin y sətirindəki qiymətləri alır. Amma sətir tipli 2 olaraq parça-parça alır. Sətir tipli 5 olaraq və sətir tipli 4 olaraq. Mən dövrə 3 dəfə girəcəm, mənə də bu lazımdır. Amma dövrə girəndə hansı prosesi icra edəcəm? Diqqətli olun. Məsuliyyət S-in üstünə düşür. S bərabərdir. S üstə gələr. Ədədimin rəqəmini ayırdımsa, bunu qüvvətə yüksəltməliyəm. Hansı dərəcədən? 3-cü dərəcədən. Həmin 3 u-ya mənimsədilibdir. Amma bir məsələ var. Ədədimin rəqəmləri hal-hazırda sətir haldadır. İlk öncə olaraq mən onu int funksiyası vasitəsilə int i yazaraq tam ədədə çevirirəm. Ondan sonra qüvvətə yüksəltmə işarəsi 2 ulduz olduğuna görə 2 ulduz u yazıram. Çünki bu bizim 3-cü dərəcədə rəqəmlərimizin sayını əks etdirən dəyərdir. Çox uşaqlar. Bununla da mən bunu əməli başca proqramı yazmış oldum. Bəs yaxşı bir məsələmiz var axı. Bunun Armstrong olub olmadığı istənilməli idi. O zaman mən dövrdən çıxdıqdan sonra yenə if şərt operatoruna müraciət etməliyəm. Ədədimin əvvəlki halı elə 254-dür. Yəni x-dir, dəyişdirilməyibdir. O zaman x bərabərdir. Ədədimin o qüvvətlərə yüksəldilib də cəmlənməsini daşıyan kimdir özündə? S-dir. Bunlar bir-birinə bərabərdirsə, yenə də eyni şəkildə sən nə çıxardacaqsan? Print hə və yaxud da print Armstrong ədəddir. S-də bəs nə yazmağı düşünürsən? Ya print yox, ya da ki print palindrom ədəd deyil. Misal kimi bunu həll edirik. Baxın özünüz. Həllim. Görün nə baş verir. Nə edirəm? Bunu bildiniz. X-ə mən verdim, tutaq ki, gəldim nə? X-ə verdim 254. Y bunu STR-yə saldısa da oldu dırnaqda 254. U, len Y dedisə də burada aldı 3. S-in qiyməti 0-dır. Dövrə girirəm. For in range deyərəkdən, i burada range deyirəm. Nə hesabla? For in y deyərəkdən, y-in qiyməti sətir tipli 254-dür deyə, i alır sətir tipli 2, sonra 5, bir də alır 4-dür. I-nin 2 qiymətindən düşürəm dövrə, yəni bura. S-in qiymətinə fikir verin, açıq saxlayacaq. S bərabərdir, ilkin qiyməti 0-dır, 0-ın üstünə gəlirəm int i. Intin içinə götürdüyüm 2-ni yazanda 2 çıxır. 2-nin üstü u, yəni 3. Yazıram 2-nin üstü 3. Hesablamıram, açıq saxlayıram. Bu dövrə təkrar girirəm. İndi 5 qiymətindən girirəm. S-in üstünə, S-in qiyməti artıq budur. Üstünə gəlirəm. 5-in int olunmuş versiyasının üstü u. Yəni 5-in üstü 3. Bir də dövrə girirəm 4-lə. S-in hal-hazırki qiyməti budur. Bunun üstünə gəlirəm. 4-ün int olunmuş versiyası, yəni eləcə 4 üstündə u, bu da olacaq 4-ün üstü 3. Uşaqlar, dövrüm bitdi, dövrdən çıxmalıyam. Gördünüz ki, mən istədiyim riyazi ifadəni burada da ala bildim, buna nail oldum. O zaman biz artıq dövrdən çıxanda x-imizin, yəni ən başda elan elədiyimiz 254-ü bərabərdir yoxlayacaq bunun cəmi ilə. Yəni nədirsə də o. Onun da cəmi nədir? 2 üstü 3, üstə gələk 5 üstü 3, üstə gələk 4-ün kvadratı. Əgər bunlar dəyər baxımından bir-birinə bərabərdirsə, hə ekrana çıxacaq, yox bərabər deyilsə, yox. Bu da Armstrong olub olmadığını yoxlamaq. Mən bunu sizə beləcə yazıram ki, tapşırıq kimi. Bunun, siz də skrin edin, hər kəs öz qrupunu açsın, xahiş edirəm. Bunun funksiyasını yaz, yəni defini. Funksiyasını yaz. Bunu yazmamış gəlməsin uşaq eşkim. Yəni bildiz necə yazılır bayaqçılara baxıb. Çarpı anlaşıldı. İndi bunun while-ını yazırıq. Çıxa bilərəm. Hər kəs skrin elədi. Yəqin ki, elədiniz. Çıxdı. While vasitəsilə necə yaza bilərik və görək hansı sizə daha rahat gələcək. Yenə də riyazi qaydasını yazmıram, bir dəfə yazıram. While-da nə etməliyəm? Mütləq ki, yenə x bərabərdir. Int input yazaraq dəyərinizi daxil eləməlisiniz. Bu ayrı məsələ. O göz qabağındadır. Getdi. Sonra mən bunları yenə cəmləməyə ehtiyacım var və mən S-ə 0 verməliyəm. Amma bu səfər uşaqlar bizim x-imiz while dövründə dəyişəcəyinə görə mən əvvəlcədən y bərabərdir, belə deyim,
x götürəcəm. Çünki məsəl üçün deyirəm, mən burada artıq 121 daxil edirəmsə, y-də x-in qiymətini alacaq, y-də olacaq 121. Ədədin rəqəmlərinin sayını, yəni əvvəlcədən nə edə bilərəm? Əvvəlcədən yenə len funksiyası vasitəsilə müraciət edə bilərsən. Məsəl üçün bir u dəyişəni alın, amma l-nin içində birbaşa x yaza bilmərəm deyə len str və str-in içində x yazmağım mümkündür. O zaman 121 birinci tırnaqda olacaq, tırnaqda olan 123 birdən isə u qiyməti 3'ə alacaq. Gördünüz, ədədin cəmləməmiz üçün s-imiz var və ədədin sayını da bilirəm. While operatoruna daxil oluruq. While dövr operatoru dövrümüzü idarə edəcək x olacaqdır. X böyükdür sıfırdan bəli. Ədədi rəqəmlərlə necə ayırırdıq? O bildiyimiz qaydadan istifadə edirik. R bərabərdir. Ədədi qalıqlı bölməklə ona böləndə rəqəmini alıram. Ki, ən birinci olaraq mən burada 1'i alacağım. Sonrasında ədəddən o rəqəmi atmalıyam. Bunun üçün həmin ədədə mənimsədirəm x-in ona bölünməsini. Artıq atdım və məndə qaldı necə? 12. Sonrasında s-in burada funksiyası nədir? S bərabərdir. S üstə gələr. Ədədimin rəqəmi nədir? R-dir. Həmin R-i neçənci dərəcədən qüvvətə yüksəldəcəm? Bax, 10-cu dərəcədən, 3-dən. Uşaqlar. Bununla da proqramını yekunlaşdı. Amma dövrdən çıxanda nə edəcəm? İfə müraciət edəcəm. Ədədimin rəqəmlərinin o cəmlənməsini daşıyan S-dir. Gördünüz, x-imiz axırda burada sıfıra dönəcəkdir. Əvvəlcədən ona görə y-ə mənimsətmişdim. Ədədimin ilkin versiyası y-dir, yoxlayıram y s-ə bərabərdirmi? Yenə təbii ki, print hə deyərəkdən bunu qəbul etmiş oluram. Else düşdükdə isə elsin qabağında yazıram. Print yox. Uşaqlar, bu qədər. Kiməsə sualı varsa buyur. Necə? 4 deyil, mən pis yazdım. U-dur, U. Ədədimin sayı, U. Bax, buradakı. Aydın oldu. Bunun da funksiyasını yazırsınız. Bunun da funksiyasını yazın. Sonra, mən birazdan, hələ yox, birazdan proqramları şeydə yazacağım. Python proqramlaşdırma dilində. Siz sadəcə imtihanda, sınaqlarda, vərəqdə yazırsınız deyə mən ona görə lövhədə yazıram. Aydındır. Deməyin ki, müəllim niyə burada yazır? Başa düşdük. Mənə proqramda yazmaq inanın ki, lap rahatdır ki, nəinki belə. Uşaqlar, kimisə sual var buralardan? 2 dənəsini artıq keçmişik. Yəqin ki, yorulmaz. Alqoritm olaraq Armstrongun yazılmasına baxacaqsınız və özünüz yazacaqsınız bunu. Əla. Faktorialın hesablanması uşaqlar. Faktorial lap asandır, amma mən yenə də deməliyəm. Faktorialı yenə də burada yazacağım. Faktorialın hesablanması nə deməkdir? Konkret riyazi ifadə olaraq gözünüzün qabağında nə canlanır? N ədədinin faktorialı deyəndə N-in faktorialı olaraq riyazi ifadə kimi bilirsən ki, mütləq birdən başlamalısan, 1, 2, 3 və s. hara kimi edirsən N-ə kimi. N ədədinin faktorialının hesablanmasında riyazi olaraq mənə nə lazımdır? Mən eyni anda bir ədədin funksiyasını daxil etməliyəm. Yəni, x ədədi daxil et. Bu getdir. Sonrasında mən burada dövrlük hiss edirəm və bəli. Dövridir və bizim burada ilk və son həddimiz olmalıdır. O zaman dövrü olaraq bizim burada ilk həddimiz nə olacaqdır aşağıda? Özünüz baxın. Hər bir ədədin faktorialında birdən başlayıram. İlk hədd olacaqdır 1, son həddimiz olacaqdır həmin x ədədimin özü. Çünki ədədin özü də daxildir fasilə. Bunu da bildikdən sonra burada cəmmi, hasilmi ifadəsi var, hasildir. Hasil olanda hasili özündə saxlaya bilən P, H, fərqi yoxdur. Hər hansı bir dəyişənin ilk qiyməti 1 olur. Bununla da sən məsəl üçün x-ə 5 vermisənsə, səni P-də belə bir görüntü gözləməlidir. 1, 2, 3, 4 və 5. O zaman gəlin baxaq görək. Biz bunun proqramını necə yazacaq? Birinci for dövrü vasitəsilə qurmağa başlayaq. Birinci kim daxil olmalıdır? X ədədi. X ədədini necə daxil etməliyik? X bərabərdir int input vasitəsilə. Məsələn,
məsəl üçün, mən burada nəyə verdim? X-ə verdim 7-ni. Həmin. Dövrlüyü for vasitəsilə qururam və ilkin olaraq hasili özündə saxlaya biləcək dəyişəni əvvəlcədən elan edirəm. For in x. Pardon, x nəydi? For in range deyirəmsə də, range aralıq olaraq ilk və son həddə görə qurulur. İlk həddimiz neçə demişik? 1. 1-i mütləq qeyd etməliyəm. Son həddin x-in özündə götürməlidirsə, bilirsiniz, range ümumiyyətcə Python'da son hədlər götürülür deyə bir artıq götürəcəm. 2 nöqtəni yazmaqla dövrümün tərkibini hiss etmək üçün 4 boşluq qədər sağa sürüşürəm və artıq burada P öz rolunu oynamalıdır ki, bu ifadəni necə tapmalıdır? P bərabərdir, P vuraq i. Çünki həmin o, bax, bu silsiləni yaradan i-nin qiymətləridir. Hər dəfə artan sayğaçlı dövrü deyə artırmıram. Və sadəcə olaraq dövrdən çıxıram. Dövrdən çıxanda da print nə yazırsan? P-nin qiyməti. Həllinə ehtiyac varsa ki, müəllim başa düşmədim, x-in yerinə hər hansı bir ədəd qoyun və həll eləyin görək, həqiqətən tapırmı bir ifadə, səsinizi çıxardım. Yox, başa düşmüsünüzsə problem yoxdur. Həllini, bax, həlli. Mən orada 7 vermişəm, 7 yazmayaq da, biraz x-in yerinə daha balaca ədəd verim ki, az gedək. X bərabərdir 3 verək. X bərabərdir 3 vermişəmsə, onda mən necə bir görüntü gözləyir? 1 vuraq, 2 vuraq, 3. Bax, P-nin qiyməti 1-dir, tamam. For in range 1x plus 1-ə görə, o zaman mən nə alacam? 1, x plus 1 olaraq 4 alırım. Və i buradan hansı qiymətlər alır? 1-i, 2-ni, 3-ü. Dövrü 3 dəfə gedəcəm. i-nin bir qiymətini gətirim. i bərabərdir 1. P-nin qiymətini açıq saxlayacağım adlarda. P bərabərdir. 1-i 1-ə vuranda oldu 1. P-nin 2 qiymətindən düşdüm dövrə. P-nin qiyməti olacaq. P vuraq i. 1-i vururam 2-yə. 1 vuraq 2 yazın. Özünüzə ispat etmək istəyirsə 2 yazmayacağım. Görün, belə bir sıra alınırmı? i-nin nəhayət 3-cü qiymətindən dövrə girdim. P-nin əvvəlki qiyməti 1 vuraq 2-dir. Vururam i-nin qiymətinə 3-ə. Və dövrüm sonlandı. Çıxanda P dəyərinə baxıram ki, bəli, həqiqətən daxil etdiyim 3 ədədin faktorialını hesabladı. Elə düşündüyüm kimi də çıxdı. Aydın oldu. Nurcan, sən idin bunu istəyən həllini? Başa düşdün qızım? Skrin elədiniz. Atın qrupunuza. Çox sağ olun. Buradan da çıxdıq. Faktorialda bildik. Gəldik nəyə? Uşaqlar, bax, bu ədədin faktorialının hesablanmasının alqoritmik yazılışıdır. Bax, bu. Bu necə hesablanır? Mən bir dənə bunu sizə hesablayım. Necə icra olunur? Necə bilməlisiniz? Çünki 3 dənə anlayış daşıqlar. Biri budur, bu faktorialı hesablayır. Biri Fibonacci'nin alqoritmik yazılışıdır. Biri də həndəs silsilənin alqoritmik yazılışıdır. Bu alqoritmik yazılış sizə düşsə, heç nə bilməyəcəksiniz. Çünki bir proqramı icra etməklə onların alqoritmik yazılışını vermək eyni şey deyil. Buna aid misallar var. İPG-nin kodeyranın arxasında. Mən onu sizinlə işləyərəm ki, bunu daha gözəl başa düşəsiniz. Bu ümumiyyətcə, baxmaq, məsələn, sənə bu ardıcılıq verilib elə. Ay müəllim, nətər başa düşər ki, bu faktorialın alqoritmik yazılışıdır. Özdə bu rekursiv funksiyadır. Alqoritmlər bu rekursiv funksiyadır. Buna yazıram ki, bu faktorialın alqoritmik yazılışıdır. Yəni, Python dili deyil. Alqoritmik rekursiv yazılışıdır. Siz faktorialın nəyini keçdiniz incəniz? Yəni, Python dilində icrasını. Şunu gəlin başa düşək. Bu nə demək istəyir? Bax, bu F0 nə deməkdir? F bu arada hazır faktorialın hesablanmaq üçün funksiyadır. Elə başa düşün. F0 nə deməkdir? Yəni, F0 daha doğrusu 1 nə deməkdir? Yəni ki, 0-ın faktorialı 1-ə bərabərdir. Bəs F1 nə deməkdir? Yəni ki, burada qoyduğum 1-in faktorialı da yenə 1-dir. Bəli, həqiqətən 0-la 1-in faktorialı 1-ə bərabərdir. Sən mənim, bu nə deməkdir? Bu necə işləyək? İndi diqqətli bax.
Mən burada qoyuram ki, fn bərabərdir. N vurulsun fn minus 1. Bunu biz yazmamışıq. Bu özü hazır alqoritmdir. Görün, bu necə həll olunacaq və sən necə ispat edəcəksən. Mən baxıram ki, bu rekursiv, iç-içə olan bir yazılışdır deyə, n-in yerinə çox böyük ədəd vermədən, n-in yerinə 3 qoyaraq ispat etmək istəyirəm ki, həqiqətən bu yazılış 3-ün faktorialını tapırmı? Yəni 1 vuraq, 2 vuraq, 3-ü, yəni 6-nı hesablayırım. Gəlin baxaq. O zaman nereden başlamalıyım buradan? F'in yerində nə qoyacağım? 3. Və hara yönələcəm? Bu nə deməkdir? Bu şərtdir uşaqlar. Bu şərt ödənirsə də sən nə edəcəksən? Bu ifadə ilə davam edəcəksən ki, baxıram, 3 böyükdürmü birdən? Hə. Hə deyirsənsə də n-lərin yerində 3 qoyarsan. N-in yerində 3 vuraq, F-i mütləq yazmalısan, 3 çıxaq 1. Yəni nə? 2. Sonra F3 niyə tapmadın? F2 bilmirsən. Qayıtdım bir də yazmağa. F2 bərabərdir. Yenə şərtimə baxıram. 2 böyükdür birdən? Hə. Yenə n-lərin yerində 2 qoyuram. 2 vuraq. F 2-dən çıxıram nə? 1 elədir 1. Düzdürmü? Şöyle. İndi nə ilə bilmirəm F1-i? Gedirəm F1-i axtarmağa. Amma F1-i axtaranda nə görürəm? 1 böyükdürmü? 1-dən yox deyir. Bəs nə olacaqdır? Çünki F1-imin hazır qiyməti var. Nədir F1-imin qiyməti? 1, əla. F1-imin qiyməti 1-dirsə də, bəs yaxşı. Digərini necə tapacağım? Gəlin baxaq. 2 vuraq F1. F1-imin yerində neçə hazır var mıydı? 1. 2-ni vururam 1-ə neçə oldu? 2. F2-nin qiymətinə 2 aldımsa yuxarıya doğru irəliyirəm. Fikir verdinizmi? F2-nin yerində 2 almışamsa da 3-ü vururam 2-yə neçə aldım? 6. Gördünüz? Həqiqətən yazdığım F3 6-nı alaraq mənə ispat elədi ki, bu alqoritmik yazılış faktorialın tapılması üçündür. Özünüz də baxın da uşaqlar, hər dəfə ədəd nəyə vurulur? Özündən bir əvvəlki kiçiyə kimi. Deməli, bu nədir? Faktorialın hesablanmasıdır. Aydın oldu, yoxsa çətinlik çəkdik? Tamam. Susmaq əlaməti başa düşdüm deməkdir. Hə, Fibonacci bir dənə proqramın yazılmağına keçək də sonra. Mən yazdığım proqramların funksiyasını istəyirəm, ha, mütləq. Fibonacci ardıcılığı nə deməkdir riyaziyyatda? İlk öncə olaraq bunu yada salıram. Fibonacci sırasında ilk 2 sıra 1-1 ilə başlayır. 1-1. Növbəti sıra özündən əvvəlki ikisinin cəmidir. 2, 2 ilə 1-in cəmi 3, 3 ilə 2-nin cəmi 5, 5 ilə 3-ün cəmi 8, 8 ilə 5-in cəmi 13, 13 ilə 8-in cəmi 21. Dur, vaxtda belə tapası deyilir ki, sonsuz olan bir ardıcılıqda uşaqlar. Yaxşı, bu necə? Yəni, Fibonacci ardıcılığını hesablamaq üçün Python'da proqram nə demək istəyir ki? Fibonacci ardıcılığında neçənci sırada duran ədəd istəyə bilər? Məsəl üçün, gəlin baxaq. Birinci sırada nə durur uşaqlar? 1. İkinci sırada 1. Üçüncü sırada 2. Dördüncü sırada 3. Beşinci sırada 5. Bilin ki, bu sıralar üstündə. Altıncı sırada 8. Yedinci sırada 13. 8-ci sırada 21 və s. deyərək sonsuz sırayla davam edən bir sıradır. Məsəl üçün, səndən soruşula bilər ki, ən sadə primitivini deyirəm, ha. Fibonacci sırasında 5-ci yerdə duran həddi tapın. Sən də gözünlə görürsən ki, 5-dir. Hə, nə olsun? Gözünlə görürsən. Amma sən o 5-ə gəlmək üçün neynəmirsən? Bax, məsələ oradadır. Sən o 5-ə gəlmək üçün birinci sırayla 2-ni cəmləmirsən, 2 olub. 2 ilə 3-ü cəmləmirsən, 3 ilə 4-ü cəmləmirsən, düzdür? Və nəticədə ən axırıncı 3 ilə 4-ün cəmi 5 almışsan. O zaman gəlin baxaq görək, bunun proqramı necə yazılmalıdır. Gördünüz mən nə dedim ən başda? Fibonacci'də ilk 2 sırası 1-1 ilə başlayır. O zaman görün mən nə edirəm? Yazıram burada sıra 1. S1 dəyişəni yazıram. S1 dəyişəni 1-ə bərabər olsun. Sıra 2 bərabər olsun yenə 1-ə. Bu onu bildirir ki, birinci və ikinci sıralarda 1-lər mövcuddur. Mən məsəl üçün burada Fibonacci'nin n-ci həddini tapıram.
Fibonacci'nin deyək ki, bu özündə yazılır. Fibonacci'nin n'inci həddini tap. Şu, tap. Ay sağ ol. N'inci hədd dediyinə görə mənim ən başda nəyim olmalıdır aşağıda? N bərabərdir, inputum olmalıdır. Bunu da mən ilk öncə olaraq birincini yazıram. While-dan sonra for-la yazırıq. While-la yazanda, while dövrünü idarə etmək üçün bir dəyişənə ehtiyacım olacaq ki, onun ilk qiymətini i bərabərdir 2 götürəcəm. Niyə aşağılar? Çünki ilk 2 sıram bilinir. Yəni, ilk 2 sıram artıq mənim bilinir. Növbəti sıraları saymağa ehtiyacım var. İlk 2 sıraya ehtiyac yox. O zaman gəlin baxaq görək. Biz burada hardan hara qədər getməliyik? İ'nin 2 qiymətindən n'ə doğru getməliyik. O zaman nə yazacağım? While i nə qədər ki, kiçikdir, bərabərdir n'dən sən dövrə girəcəksən. Təsəvvür edin ki, aşağılar, biz n'ə veririk 6. N'ə 6 verirəmsə də, onda mən nəyi çıxartmalıyım ekrana? 6-cı sırada duran 8-i. Gəlin görə, həqiqətən işləyəcəkdir bu. İndi siz davamına baxın. Siz fikir verirsiniz ki, ilk 2 sıranı bilirsinizsə, 3-cü sıranı tapmaq üçün nəyi cəmləyəcəksiniz? Əgər bu S1-dirsə, bu da S2-dirsə də, bunu tapmaq üçün S1 ilə S2-ni cəmləyirsiniz. O zaman biz növbəti 3-cü həddi tapmaq üçün hər hansı bir C dəyişənini verək və yazaq S1 üstə gələk S2. Amma növbəti dəfə sən 3-ü tapmaq üçün 1 ilə 2-ni cəmləyirsən. O zaman S1 keçir burada kimin yerinə? S2-nin yerinə. S2 kimin yerinə keçilməz? S2 də keçir C'nin yerinə. O zaman C cəmləyəndən sonra yazıram ki, S1 bir addım iləri gedib S2 olsun. S2 də bir addım gedib C'yə bərabər olsun. Bu qədər sadə və artıq mən Fibonacci'ni hesabladım. Fibonacci'nin n'inci həddinin tapılması C'nin boyundadır. Və mən bir dənə də burada print C yazmaqla istədiyimə nail oldum. Amma biz təbii ki, bunu nə etməliyik? Həll etməliyik. Yoxsa mümkün deyil ki, siz bunu başa düşəsiniz. Həll etmək üçün mən n'ə 6 verdim. Və gördünüz ki, S1-in də qiyməti 1-dir. Bu standart daha olmalıdır. S2-nin də qiyməti 1-dir. İ'nin qiyməti də 2-dir. Dövrə girirəm birinci səfər dövrə. 2 kiçikdir, bərabərdir. Mən 6-dan deyirsəm, bəli. C'nin qiyməti nə olur? S1 ilə S2-nin cəmini, belə deyək. Burada artıq uşaqlar açıq yazmayın. Yəni, cəmliyin. C'ni olduğu kimi cəmliyin. 1 üstə 1 gəlirəm 2. Gördünüz aşağılar, bu 2-ni alır. İndi S1 bir pillə iləri gedib, baxın, 1 olacaq S2-nin qiyməti. S2 də bir pillə gedib C'yə bərabər olacaq 2-yə. Bir dənə burada nəyə yazmaz maşınlar? Dövrün sonsuz davam edəcəkdir. İ də ki, dövrü sayandır deyə 1-1 artır. Üstə gələk 1 olur. İ də oldu 3. İndi girirəm ikinci səfər dövrə. 3 kiçik bərabərdir 6-dan, bəli. C'nin qiyməti nə olacaqdır? S1 ilə S2-nin cəmi gördünüz 3. Gördünüz burada da növbəti cəm 3-dür. S1 bir pillə qabaq gedərək S2-yə sahib olur 2. S2 də bir pillə qabağa gedərək C'nin qiymətini alır 3. Hansı qiyməti alır 4. Növbəti dəfə dövrə girirəm 3 dəfə. 4 I'nin qiymətidir. Kiçik bərabərdir 6-dan, bəli. C S2 ilə S1-i cəmləyir 5. Gördünüz, növbəti cəmimiz 5-dir. Və S1-in qiyməti keçir D'nin qiymətinə. Deməli, S1-in qiyməti keçir S2-nin qiymətinə 3-ə. S2 də C'nin qiymətinə keçir 5-ə. İ'nin qiyməti nə olur? 5. Bir daha girirəm. 5 kiçik bərabərdir. Biz burada bu şeyi səhv qoymuşuq uşaqlar. Bərabərliyi qoymayacaqdıq əslində. Deyəcəm indi niyə. C'nin qiyməti nədir uşaqlar? S1 ilə S2-nin cəmi 8. S1-in qiyməti olacaq S1-in qiyməti 5. S2-nin də qiyməti olacaq C'nin qiyməti 8. İ'nin qiyməti nə olacaq? 6. Baxın, mən artıq 8 qiymətini almışam uşaqlar. Görürsünüz? Ona görə i'nin 6 qiymətindən 6 kiçikdir, bərabərdir desəm dövrə girəcəm. Ona görə mən burada nə götürməliyəm? Bərabərlik işarəsini yığışdırmalıyam. Bax, bu yoxdur bərabərlik işarəsi. Ona görə də 6 kiçikdirmi 6-dan yox deyirəm və dövrdən çıxıram.
Dövrdən çıxanda nəyin qiymətini istəyirəm uşaqlar? C-nin. Baxın, alınan C-nin qiyməti neçə çıxdı? Burada 8. Həqiqətən 6-cı sırada duran 8-i almış olduq. Yəni ona görə nə edirsiniz? Eynin qiymətini burada həmişə 2 götürürsünüz. Amma kiçikdir, bərabərdir, yox, kiçikdir n götürürsünüz. Aydın oldu. Uşaqlar, sualınız var. Ekran skrin elədiniz. Elədinizsə Fibonacci'nin də belə deyək, alqoritmik yazılışına gedək. Burada siz məni eşidirsiniz, bir nəfər səsini çıxartsın, birdən internet gedər. Öz-özümə danışmış olaram. Evet. Hə, videomuz görüm yerindədirmi? Hə, yerindədir. O gündən video çəkmişəm bir dərsdə. Səsi gəlməyibdi, dəli olmuşam. Fibonacci'nin alqoritmik yazılışına baxaq, bilirəm. Çox danışdım. Amma bir dənə bu. Bundan sonra dincələrsiniz. Uşaqlar, buna baxın. Görün, bu necə icra olunacaq. Bunu niyə başa düşməlisiniz ki, Fibonacci'nin burada. Fibonacci'də n-ci sırada duran ədədi tapır. İndi görün burada. F1 bərabərdir 1-ə. Burada da F Fibonacci'ni hesablayan funksiyadır. Bu nə deməkdir uşaqlar? Bu da özümə qeyd götürürəm. İlk hərf. O bayaqçı kimi. S1 kimi. Bu nə deməkdir uşaqlar? F2. F2 nə deməkdir? F2 də birə bərabərdir. Bu da nə deməkdir? İkinci hərfdir. İkinci hərfdə həqiqətən S2 kimi də bu da birə bərabərdir. İndi bu yazılışa diqqət yetirin. Sən Fn-lə daxil olanda görürsən, nə edirsən? Fn-1-i üstünə gəlirsən Fn-2. Nə vaxtda kimi bunu davam elətdirirsən? N2-dən böyük olanda. Gəlin bir dənə tez burada yazın. Fibonacci'də 1, 2, 3, 5, tutaq ki olsun 8, bu da 10, 3 yazıram. Məsəl üçün, gəlin biz Fibonacci'də bu səfər tez gedək də. Üçüncü yerdə duran ədəd tapaq. Birinci yerdə budur, ikinci yerdə budur, üçüncü yerdə budur. Cavab bizə 2 qaytarmalıdır. Onda tez tutarsın deyə bu da rekursivdir. N-ə 3 verirəm. Və burada tətbiq eləməyə başlayıram. F3 və şərti yoxlayıram. 3 böyükdür 2-dən, bəli. Bəli deyəndə N-in yerində harada görsək 3 qoyursan. Onda F 3-dən 1 çıxıram 2. Üstə gələk F 3-dən 2 çıxıram 1. Düzdür mü aşıqlar? İndi F2 ilə F1-i tapsam nə edirəm ki tapım? F2-min də hazır qiyməti 1-dir, F1-imin də hazır qiyməti 1-dir. Ona görə bunların yerində 1 üstə gələk 1 qoymaqla neçə alıram? 2. Həqiqətən də Fibonacci'də 3-cü sırada duran ədədimin 2 olduğunu gördüm. Aydın oldu. Başa düşdük. Bura yazıram Fibonacci'nin. Başlığına yazmamışam. Fibonacci algoritmik yazılış. Algoritmik yazılış. Sualınız var mı? Qalanlarını da bir dərsə izah edəcəm. Çünki həm mən də yorulmuşam. Həm də sizin başınıza girməyəcək buradası. Başqa sualınız mənə hər hansı bir dərs içindən, dərs çölündən, hardansa var mı? Yoxsa yoxdur?